Sauna və hamam insanlara zövq verdiyi kimi çalışmalar göstərib ki, ürəyimizə də faydalıdır. Ancaq bəzi ürək xəstə qrupları buna diqqət eləməlidir. Hansılar? Bunlar birincisi yüksək təzyiqi olanlar. Saunada bildiyimiz kimi təzyiqlər birdən-birə çox düşəcəyi üçün buna diqqət etmək lazımdır. Nə etmək lazım olduğunu mən sizə deyəcəm. Dərman içdiyi zaman təzyiqi çox düşən insanlar saunada təzyiqlərini düşürdə bilərlər. Yeni stent qoyan xəstələr ilk bir neçə ayda saunaya girməmələri tövsiyə edilir. Çünki birdən-birə təzyiq qalxmaları və düşmələri ilə ürəyə zərər verə bilərlər. İnfarkt keçirdən xəstələr stabilləşənə qədər saunaya girməmələrini eyni səbəbdən tövsiyə edirik və 5-incisi aritmiya və ürək çatışmazlığı xəstələri. Bu insanlar saunada çoxlu su isteyə bağlı və duz itirdiyi üçün aritmiyaları təşviq edə bilərlər, tətikləyə bilərlər. Nələrə diqqət edilməlidir? Birincisi, bol maye qəbul edilməlidir. İkincisi, göstərəcəyim elmi araşdırmada 15 dəqiqədən çox saunada qalan və həftədə bir dəfədən çox saunada qalan insanlarda ürək-damar xəstəliklərindən ölüm artır. Onun üçün də müddətə diqqət etmək lazımdır və alkoqol qəbul etməmək lazımdır saunadaykən. Və sonuncusu, saunadan çıxdıqdan sonra dincəlməyi tövsiyə edirik. Bu hallarda saunadan istifadə edə bilərsiniz.